Herkese salam edirəm dostlar, nətər siyahsız. Ümid edirəm bu gün sizlərlə Farming Simulator 26-ya xoş gəldiniz. Neçə vaxtdır video çəkmirdim. Dedim günlər video çəkim. Özü Plus 26 çıxdı. İlk oynanış videosu gəlsin. Deməli, oyuna girəndə qabağımıza bunlar çıxır. Kariyer çıxır, zorluqdur, başarılardır, eğitim aşamaları, ayarlardır. Ayarlarda mən yüksəkdə istifadə edirəm. Və bəzən kasanda donanda ortaya atıram, o da bəzi hallarda olur. Ayarlarda çox bir şey yoxdur. Kariyerə girdik, yeni oyun dedik. Qabağımıza 2 dənə xəritə çıxır. Xəritələr ingilis xəritəsi səhv etmirəmsə. Biz hələ ki bu xəritəni seçib başlayaq, görək qabağımıza hələ nə çıxır. 700 abunəyə çox az qalmışıq. Abunə olub videoları bəyənməyi unutmayın. Tez bir zaman şəkildə 1000 abunəyə də doğru gedəlim. 1000 abunə olalım. Neçə vaxt heç 1000 abunə olmamışıq. Kanalımız 1 ildən demək olar çoxdur açılıb. Elə ki, yəni belə bir şey 1000 abunəyə çata bilməmişik. Bu günləri inşallah çatarıq. Görək nə olur elə. Mən oyun açıqcası xoşuma gəldi biraz. Aha, qabağımıza nə çıxdı? Karakterini oluştur. Sizə karakterlər birinci karakter, ikinci karakter qadındır. Yəni 2 dənə karakter var. 100. Üzü necə sizə? Qaraşın yox. 4 yox. Elə bir yaxşıdır. Saç stili. Saç stili saçın çox olmasın. Yox, belə yox, belə yox, belə yox. Elə düzünə belə olsun. Yox, biraz da şey olsun. Gəl keçəsiz. Yox, keçə olmasın. Saçlı olsun, qara olsun. Saçı qara olsun biraz. Qara. Hoppa, bu əla. Kıyafet. Kıyafetlər nə olsun görək? Bu da qəşəngdir, bu da yaxşıdır, bu da yaxşıdır. Bu da yaxşıdır, hələ ki, bu da zordur. Hələ ki, siz kıyafetləri buna seçək, rənglər. Başa düşdüm. Hər kıyafetin öz rəngi var, ona görə seçə bilmirik. Başa düşdüm. Bu da zor. Uygula dedik ki, qabağımıza nə çıxdı? Buna hayır deyirik və oyun bu şəkildə. Gördüğünüz gibi hafif bir donmalar oldu, size dedim. Biz her ehtimala karşı video çəkdiyimiz üçün ayarları girə bilsək, yəni nə oldu, niyə işləmədi bu? Bir saniyə görə ayarlar niyə girmir bu? Oyunda hafif bir donmalar olduğu için zamanı nə edirik? İleriki zamanını edirik. Bunu ortaya atırıq ki, ortada olsun. Deməli görə əvvəl 90x var idi, FPS 23-də görə bunların hesabı 60, yəni bunda da 90-dır. Başqa nələr var? Bunu biraz azaldıq, şey olsun. Ekranda görəsiniz indi azalmış, balacalaşıb. Kamera et, dollar olsun. Bunlar heç bunların başını buraxaq. Ses də qalsın olduğu kimi. Yəni geri vurduq. 2 saniyə, 2-3 saniyə gözləyirik bir dənə oyun özünə gəlsin. Həbsə gəldi. Hoppa, karakterə bu. Oyun hafif donmur. Oyunu indi açdıq yəni nəsənsə donmalar oldu. Gördüyünüz kimi ekranda hər şey super vəziyyətdə. İlk öncə traktorun səsi xoşuma gəldi. O qəşəngdir hər şey. Onu deyim ki, FPS 22-yə çox oxşuyur. Həqiqətən dəhşət oxşuyur. Oxusu qanbaydı. Bu oyuna bir özelliği gəldi, GPS modu gəldi, özelliği gəldi FPS 26-ya. Bir də ışıqları yandırmağı görürsünüz, yanır aksine. Bu da zordur. Bu qəşəng gəldi, təzə gəldi. Girəm mağazaya görüm mağazalarda nələr var orada. Elə yox, az traktor qoyublar, nəsə FPS 23-də görmüşdür, yəni çox var idi, bunlar nəsə az qoyublar. Bunların görün maşınlarda 3 dənə bunlardan var. Bu neçədir? 12 min alıb yoxlayarıq. Romaklardan bunlar var. Çotanlardan 2 dənədir. Kazilkadan bir dənədir. 2 dənədir. Presbalyandan bazalardan qoymayıblar. Bundan da var. Dəli bir dənə yoxlayaq görək necədir. Sürək bunu. O hələ gedir, qəşəngdir, xoşuma gəldi. Ama hafif bir donmalar, kasılmalar hissi olunur, bilinir. Ekran da bilinir. Stil deyə bilərəm.
Bu həqiqətən Face22 çox oxşuyur. Arxadakını söktük. Yəni Face22 oxşar cəhətləri var. Amma niyə dəyişməyəsən də bunu? Yəni GPS modu gəlib görək o necə bir şeydir. Modu deyirəm. GPS özədən gəlib görək o necə bir şeydir. Həmən baxaq. Bunu makinamızı çalışdıraq. Deməli nə var? Bu adamın üstünə var, işçiyə verdiyi. Bunun üstünə basılı tutduq. Hoppa, qabağımıza biraz tarlaya girək, işləyək. Tarla görünmür. Niyə? Hə, indi görünür. Görsünüz GPS formada. Amma ki pis nədir? Bu oxları yerdən eləmək yerdən yuxarıdan eləyiblər. Biraz çox pis gördüm. Yenə saplar Face23 kimidir. Belə dəyişiklik bir görmədim elə də. Amma pis deyil, qəşəngdir. İşçimiz içəridən görünür, qəşəng. Yəni mən xoşladım. Görəsən Face25-də olduğu kimi bunda da kodanla sürəndə iz qalır ya qalmır. Xəritəyə baxaq, bir dənə görə xəritəni boyunca. Xəritə də yəni balaca xəritədir, böyük bir xəritə deyil. Gördüm. Qəşəng. Görək də nə olur, başımıza nə işlər gəlir. Abunə oldun, videomu bəyəndin yəqin ki. Qəşəng. Dön. Çalıştır maşınkanı. Promo çalıştıran kimi promo presi samanı yerə atır ya. Bu nədir ya? Amma pis deyil, qəşəngdir. Yenə dediyim kimi 23 dənə eynidir bir çox şeyi. Ev traktora. Podladı traktorumuzu arxamızda. Bunu gəl sataq. Araslara girək. Araslar. Neydi bunu görsən adı? Satan buydu. Sat vurduq. Bir dənə buradan kötana. Görək əkdən çox maraqlıdır mən. Görüm necə eləyir ki onu. 4 ay bula 50 mindir ya. Gəlsən traktor sataq yaxşı traktor alaq ya. O biz traktorlardan da yox. Elə eləyək. Deməli araslar jondere bu olmalıdır. 38 minə gidir, çox ucuz. Mağazaya girdik, görək burada başımıza nə iş gəlir. Küçük traktorlardan, balaca traktorlardan aldırıq. Bu neçədir? 119 min, bizim o qədər pulumuz yoxdur. Bu 112 min, bu 92 min. Bu alir, deyəsən yeni onu alacaq. 92 min, 95 min. Evet dedik. Alaq görək bu necədir elə. Yine Belarus modları gələcək. Gələcək Belarus modları. Ola bunu çəkməz ya özümün. Ola mən gör neynədir. Bunu çəkməz. Bunu çəkər ha bu. Ola traktor yerində qalacaq görəsiz. Direkt xəritəyə baxaq gör ev hardadır. Öyle düz gedir bu yoldan deyir neynə. Ya orada bazı yaxın şeyler pis deyil. Yine trafik açık, kişisiz araçlardır. Gedir dərəş gedir. Həqiqətən çox maraqlıdır. Görən necə olacaq. Amma dəyişdirməyiblərsə, yəni çox ayıb edirlər. Ya bundan sonra çıxacaq mobil oyundan asılıdır. O necə olacaq? Bu formada olacaq ya başqa cür olacaq. O da çox maraqlıdır. Gedirik. Oyuna karakterlər eklənib. Əvvəl Face23-də səviyyəsi yox idi karakterlər. Ora baxın, karakterlər var. Face23-də bu detay yox idi. Hemen maşınımızı çalışdıraq. GPS-ə verək. Yox, belə eləmək. Tarlan görsün bir daha. Niye? Buradan da olsun. Fərqi yox. Tar olur olsun. Hoppa. Başladıq sürmək. İşçi bilmirik kimiş. Olay bu nədir ola? Ala bu nədir?
Ala bu nədir? Şəkil qoyublar özümə. O deyil, xoşlamadım. Bu nəsə ləzzətləmədi. Bir də adı yanıma çıxdı onun. Belə bir özü gəlib. Konteynerlar. Bu özelliği. Yəni başqasının işini görəcəyik və bizə pul verirlər. Məsəl üçün buna 3000 verirlər. Elə bir ki, gübrələyəcəyik, gübrə deyirlər. Hasad biçmə işi. Bu nədir? Sperma bilmədim. Hə, ilac vermək kimi o da bir şeydir. 15 saat içində 15 saat deyən nədir bu? Ayala pis deyil. Bunu gəzsək, nəstə ödünç al. Tamam dedik. Görə başımıza nə işlər gəlir hələ. Hoppa. Bizə hansı tarlaydı? Tarla 16. Tarla 16 görən harada? Ver arxaya onu da bağlayaq, çıxaq gedək. Yəni tarla 16'ya baxın. Görüm tarla 16 haradadır. Niyə branş eləyib? Bu bizə haran dedi? Yəni oradan baxaq. Mən bu dəqiqə alo dəqiqəyə başım qarışdırma. O bizə buranı deyir axı. Tarla 8, tarla 16'nı. 12, 16. Ha ora. Yer işaretle. Getdik tarla 16'ya. Başımıza ne işler gelecek tarla 16'ya giden kimi görə. Bunun için o bu da qəşəng. Amma bu da pis deyil. Bir də fərqli görevlər verirsə, hər dəfə elə bir çıxış yerlərində bu işi görəndə eyni görevlər verməsə qəşəng olar. Görək. Nədə yoxlamamışam, yoxlayarıq. Bu xəritəni bir yoxla, o xəritəndə ikinci video gəlsə onda yoxlayarıq. Yəni yoxlayarıq deyəndə eyni şeylər deyil olur. Bir dənə xəritə fərqli. Yəni orada böyle bir şey yoxdur. Videonu çox uzatmayacağım. Uzağı 20 dəqiqəlik video olacaq. Ama biraz şeyler var ya. Oyun hakikaten çok təzə olduğu için çok bayaq gördüğünüz gibi GPS moddan yəni düzgün işləmirdi. Adamın içindən keçirdi yəni o dərəcə. Görək hələ nə olur. Kanala abunə ol, video bəyənməyi unutma ha. Video izlənsən abunə olmursan. Belə şey olar ha. O yüz yuxarıdadır. Ama yüz aşağı düşürəm. Gözləyirəm bu yoldan gedirlər. Ala yox, mən səhv gedirəm. Yox, düz gedirəm. Ala çıx buradan yuxarı, heç nə olmaz. Yox, burada qalanmazsınız. Getdik. Ala yox, yuxarıdaymışlar. Nereye ki? Heç nə olmaz, gedirik. Biz fəaliyyətdəyik. Amma bu ışıqları yandırmamaları çox zor olub da, yəni qəşəngdir. Pis deyil. Sən hələ abunə olmayıbsan videoya. Niyə abunə deyilsən? Tez abunə ol videoya. Kanala. Daha doğrusu. Hemen bunu burada sökürük. Biraz da yavaşla. Yəni dediyim kimi çox bir şey ekləməyiblər. Mobilə görə yaxşıdır, pis deyil. Yəni gedək PC ilə kompüter versiyonlarını bununla sınasaq, yəni sınanasılı bir şey deyil. Bu araç yulafdır bu. Tarlan görseydi bir daha. GPS tarlan gördü. Şey bitirik, Allah pis deyil. Yine eyni kimi %1'in biçmişik. Yəni 1%'in biçmişik. Yaxşıdır. Baxın, PS20'de bir detay yox idi. Baba, yerdən məsələn biçirdiyin, onu pişdiyin yerlərə qalmırdı. Məsələn bunun arxasından belə toz çox çıxmırdı. Bayaqki maşqada çıxmırdı ha.
Yerdə məsələn belə taxıllar qalmışdı. Üzə bu qalırsa, yəni bir nəsə var da yəni. Bunda girişim var. Pis deyil yenə. Dediyim kimi. Mənim xoşum gəldi biraz. PS23-dən biraz bir balaca elə bir dəyişdiriblər. Qəşəng kimi də gedir. Dostlar, bəlkə videonu burada sonlandıraq. Videonu uzun eləmək istəmirəm. İlk oynanış videomuz oldu. Əgər videonun davamı gəlmək üçün maksimum bəyəni, abunə istəyirəm. Bu videoyla 700 abunə olaq və qəşəng modlar inşallah gələcək zamanda gələcək. Belarus modları içində daxil olmaqla. Siz abunə olun, videoyu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın dostlar. Sağ olun.